Yani ki hamı belə bir situasiya ilə qarşılaşıb, kim ustadırsa. Baxırsan ustanın əl işinə, sənin əl işindən pisdir, amma onun işi sənin işindən çoxdur. O ümumiyyətcə iş axtarmaqla problem, əziyyət çəkmir. Amma səndə bir gün olur, bir gün olmur. Səbəbi də bir dənədir. Çünki o öz işi ilə paylaşır, öz takipçiləri yığır, takipçilərlə elədiyi prosesi paylaşır. Paylaşdığına görə də müştərilər, daha doğrusu takipçilərə daha maraqlıdır. Məsələn, nə qədər yaxşı işləsən də, onlar sənin yaxşı işlədiyini bilmir. Amma o sənin biliyinin 50%'ni bilir, onu paylaşır, onu göstərir deyə. Müştərilər onun 50%'i bilmir axı, o onun 50%'i nədir, onun yaxşısı nədir, pisi nədir. Onlar ona güvən, o video paylaşmaqla insanlarda güvən yaradır. Yəni bu adam bir şey bildiyi var ki paylaşır. Ona görə əgər nə hansısa işlə məşğulsuzsa, sıxılmayın, başlayın paylaşmağa. Əgər sıxıntı varsa, çəkmək, qınaq, belə problemləriniz varsa, mənim səhifəmdə Telegram kanal var, orada qoşulun. İnşallah ki, orada həmin o problemləri həlli üçün videolar hazırlayıram. Yəni baxdıqdan sonra çox tam sərbəst, yəni videoya başlayıb çəkə bilərsiniz. O qınaq məsələsidir ən əsas. Məsələn, necə çəkeyim, arxa, qabaq kameraya mı? Nətər başlayayım, fikirlərimi necə izah edeyim, hansı videodan başlayayım. Belə, yəni bütün bu problemlərlə özüm qarşılaşmışam deyə, bu kanalımda yox, başqa kanalımda qarşılaşmışam deyə, bunların sonra çözümünü tapdım. İndi insanlarla paylaşıram. Kimsə istəsə qoşula bilər.